Niyə gerçəklikdə ədalət, həqiqət və xeyir yoxdur? İki cür qanuna uyğunluq var. Birinci mütləq qanuna uyğunluq, ikinci gerçək qanuna uyğunluq. Məsələn, ədalət mütləq qanuna uyğunluqdur. Ədalətsizlik isə gerçək qanuna uyğunluqdur. Bu o deməkdir ki, ədalət gerçəkdə işləmir. Gerçəklikdə işləyən yalnız ədalətsizlikdir. Yəni, yer üzünün heç bir nöqtəsində ədalət tapa bilmərsən. Yer üzünə ədaləti gətirmək üçün hökmən hər bir insan içərisində ədalətsizlik duyğusunu silmək gərəkdir. Həqiqət mütləq qanuna uyğunluqdur. Yalan isə gerçək qanuna uyğunluqdur. Bu deməkdir ki, həqiqət gerçəkdə işləmir. Ancaq yalan gerçəkdə işləyir. Gerçəklik bütünlüklə yalan üzərində qurulub. Ancaq həqiqəti gerçəkliyə gətirmək olar. Onun üçün hər bir insan içərisindən yalan duyğusunu silmək lazımdır. Onda həqiqət var gücü ilə gerçəklikdə işləyəcək. Eləcə də xeyir. Xeyir mütləq qanuna uyğunluqdur, şər isə gerçək qanuna uyğunluqdur. Yəni, dünyanın heç bir yerində xeyri bütün var gücü ilə görə bilmərsən. Ortalıqda görə bilmərsən. Var gücü ilə ortalıqda olan şərdir. Ancaq yer üzünü şərdən təmizləmək olar. Onun üçün hər bir insan içərisində şər duyğusunu silmək gərəkdir. Və beləliklə ədalət, həqiqət və xeyir gerçəkliyə gəlmiş olacaq.